Bugün cəmiyyətimizdə baxırıq ki, gənclərimiz və ya da insanlar tutalım, iş axtarırlar, tapa bilmirlər. Ümidlərini üzürlər. Deyirlər ki, mən hara getdim, bütün qapılar mənim üzümə bağlıdır. Sanki belə düşünürlər ki, mənim bəxtim yoxdur, mənim şansım yoxdur, mənim həyatım düz gətirmir və mənim üzümə bütün qapılar bağlıdır. Amma o bağlı qapıların bağlı olmasının səbəbini bir anlıq belə oturub düşündükləri zaman, əgər özlərində çatışmayan hər hansı bir xüsusiyyətdirsə, hər hansı bir qabiliyyətdirsə, hər hansı bir bilikdirsə, onları özünə qazandırmaq üçün heç bir addım atmır. Amma hər hansı bir işi öyrənirsə, hər hansı bir biliyi öyrənirsə, ondan sonra gedib axtaranda görür ki, qapılar açıldı, imkanlar var imiş. Amma onun bu imkana çata bilməməsinin səbəbi qarşıdan deyil, onun özündən asılıymış. Bu insan nə olur? Həyata bağı yenidən möhkəmlənir. Yaşama həvəsi, yaşama arzusu, mübarizə aparma istəyi yenidən başlayır. Peyğəmbər s.ə.v də bu mənada yəni müsəlmanların düşdükləri ən çətin anda belə hər zaman ümmətinə nəyi tövsiyə eləyir? Allaha yönəlməyi, Allaha ibadət etməyi, Allahdan istəməyi, dua etməyi